Heydər Əliyevin birinci prezidentlik dövründə Azərbaycan Respublikasının xarici siyasətinə aid olanları soruşur. Əvvəlcə baxaq, birinci prezidentlik dövrü 1993-cü ildən 98-ci ilə kimi olan dövrləri əhatə edir. Lissabon samiti 1996 və xarici siyasətlə əlaqədardır. Azərbaycan ərazi bütövlüyünün sərhədlərinin tanınmasına əlaqədar bir konfrans idi. Doğru cavabdır. Türkiyə ilə sərhəddə Ümid körpüsünün açılması 1992-ci ildə açıldığına görə Heydər Əliyevin prezident dövrünə düşmür, götürmürük. Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsinə Azərbaycan 1992-ci ildə qatılır, yenə Heydər Əliyevin dövrünə düşmür. Atəşkəslə bağlı Bişkek protokolu 1994-cü ildə təsadüf edir və bu hadisə Heydər Əliyevin böyük gərgin əməyin nəticəsidir və 1994 Heydər Əliyev həm də birinci prezidentlik dövrüdür. Cavabımız 1 və 4 düzgündür. 1 və 4 düzgündür.